gəlmisiniz. Bu yaxınlarda təzə hamam da tikəcək. Kərhövz də olacaq. Ata! Ata, anam deyir ki... Nə deyir? Söz verilir internat Anam məktəbinin deyir ki, əlaçı tez gəlsin evə. Bu saat Əhməd Əliyevə. Şirin ki, hara gelirsən? Qəməndir çağırır. Bir insan düşünün. Ömrünün en güzel illerini ailesiyle birlikte sürgünde geçiren, ama bütün çetinliklere bakmayarak sənətindən, sevgisindən və xalqından vaz keçməyən bir aktyor. Bu, Azərbaycanın unudulmayan sənətkarlarından biri Məmməd Rza Şeyxzamanov haqqında hekayədir. Hazırsınızsa, indi sizi sürgünə göndərilən, illərlə gizli yaşayan, amma Azərbaycan kinosunun əfsanəsinə çevrilən bir insanın inanılmaz həyat hekayəsi ilə tanış edəcəyik. 1915-ci ilin 4 avqust tarixində Gəncədə, böyük Azərbaycan şairi Nizami Gəncəvi nəslindən olan bir ailədə dünyaya gələn Məmməd Rza Şeyxzamanov uşaqlıqdan ağır hadisələrlə üzləşir. Bolşevik hakimiyyəti onların ailəsinə məxsus mülkləri əlindən alır, zəngin kitabxananı isə yandırır. Bəy nəslindən olduqları üçün ailənin demək olar bütün üzvləri repressiyaya məruz qalır. Bana bu. Sağ ol. O sonraki işdir. Məmməd, səndə qiymət sər var. Nə? Mənim oğlum da yaxşı zərgardır. Bakıdan məxsus onun üçün gəlir. Nə danışırsan Şirin? Nəzər, nəzər yer. Məndə qızıl hardandır? Səndə elə qiymətli cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil. Şirin, şaşmısan nədir? Bütün bu çətinliklərə baxmayaraq, Məmməd Rza sənət sevgisindən vaz keçmir. Orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. Gənc yaşlarından səhnəyə böyük maraq göstərən aktyor 1934-cü ildə Gəncə Dövlət Dram Teatrına dəvət edilir və burada sənət həyatına başlayır. Həmin illərdə onun həyatında başqa bir gözəl hadisə də baş verir. Məmməd Rza Şeyxzamanov qonşuları olan Nigar xanıma aşiq olur. Bu sevgi qısa zamanda böyük bir ailənin təməlini qoyur. Cütlük 1938-ci ildə ailə qurur. Bir il sonra isə onların qız övladı dünyaya gəlir. Üzük qızın parmağında. İndiki iş belədir. Əhməd bilməlidir ya yox. Evlənən odur, siz deyilsiniz ki. Əhməd yaxşı bilir ki, hələ uşaqlıqdan bu qızla deyişlidir. Niyə gülürsən? Adətimiz belədir. Amma xoşbəxt günlər çox uzun çəkmir. O dövrdə türkçülük ideyalarına görə bir çox insanlar təqib edilirdi. Məmməd Rza Şeyxzamanovun da Qazaxstana sürgün ediləcəyi gözlənilirdi. Aktyor ailəsinin də onunla birlikdə əziyyət çəkməsini istəmirdi. Buna görə həyat yoldaşı Nigar xanıma boşanmağı təklif edir. Lakin Nigar xanım ərini tək qoymur. Sürgündən əvvəl Nigar xanımı KGB-yə çağıraraq ondan həyat yoldaşından imtina etməsini istəyirlər. Amma o, bütün təzyiqlərə baxmayaraq geri çəkilmir və həyat yoldaşı ilə birlikdə sürgünə getməyə razı olur. Beləliklə, Məmməd Rza Şeyxzamanov ailəsi ilə birlikdə Qazaxstana sürgün edilir. Onlar həyatlarının düz 7 ilini ağır şəraitdə, doğma vətəndən uzaqda keçirməli olurlar. Sən nə istəyirsən? Daha niyə istərsən? İstəməyim, neyməyim axı? Bu saliblər var, Əhməd hardadır? Əhməd hardadır? Eləmə ki, az qala kaçar sildirim. Elə mən həmin arvada axtarıram da. Hə? Getdi. Ha tərəfə? Bax, bu tərəfə. Odur bax, taksi. Mi? Ye. 7 ildən sonra ailə gizli şəkildə yenidən Gəncəyə qayıdır. Uzun müddət qohumlarının evində gizli yaşayırlar. Hətta aktyorun bəraət aldığı sənəd belə uzun müddət ondan gizlədilir. Məhz bu dövrdə Azərbaycanın böyük xalq şairi Səməd Vurğun ilə tanışlıq onun həyatını dəyişir. Səməd Vurğunun dəstəyi Məmməd Rza Şeyxzamanovu ikinci sürgündən xilas edir.
1954-cü ildə məşhur rejissor Adil İskəndərov onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edir. Bununla da aktyor yenidən sənətə qayıdır və Azərbaycan teatrının ən parlaq simalarından birinə çevrilir. Hayar var. Sən mənim qızımı hansı yola çəkirsən? Özünün həvəsi hara, yolu da ora. Bizim nəsildə heç vaxt belə şey olmayıb. Mən bilirəm bu həvəs onda hardandır. Hə, hardan olacaq? Məndən. Vaxtı ilə mane olmasaydın, indi mən xalq artistiydim. Yedə yar var. O, teatr səhnəsində bir-birindən yadda qalan obrazlar yaradır. Daha sonra isə Bəxtiyar, Əhməd haradadır, 7 oğul istərəm, Bir qalanın sirri və başqa filmlərdə rol alaraq tamaşaçıların yaddaşına həkk olunur. Amma keçmişdə yaşadığı sürgün həyatı onun sənət yoluna da təsirsiz ötüşmür. Məhz repressiya qurbanı olduğu üçün xalq artisti fəxri adı ona çox geç, yalnız 1974-cü ildə verilir. Ha saqqal, indi gördün necə iblislər peyda olur adamların içindən? Görmədim. Görmədim. Muxtardan qara kağız gəlməsəydi Cəbrail açmazdı o qapını. Açmazdı. Bu zamanada bir iblis var. O da müharibədir. Cəbrailə haqq vermirəm. Əskər ailəsini dağıdıb, böyük qələt edib. Səndən də razı deyiləm. Nə haqq tutursan onu? Deyirsən qaytaraq? Əlbəttə. Hay. Qaytar gəlsin işinin üstünə. Oy, deyirsən qorxu qadağı olmasın? Oyun Cəbraili bağışlayaq. Sabahlarda ona baxıb başqaları da əskər ailələrine sataşsınlar, ha? Nə deyim, ağsaqqalsan da. Cəmaat namusunu çölə tullamayıb. Onsuz da dərdimiz çoxdur. Bir dərd də sən qoyma üstünə. İnşallah qələbə çalarıq, müharibə qurtarar, hər şey düşər öz yoluna. Oy, MS budur gəlib dirənib mazlığa, talihimiz tükdən asılıdır. Babadanlıqdan danışır. İnamını itirmə qurban. Heç vaxt inamını itirmə. Bana bax, İskəndiyar kişi. Qılınc qurbanam mən. Demir sıxımı xitdəyimə dirəsə də inamımı itirmərəm. Ancaq indi söhbət ayrı şeydən gedir. O nə tər qələb olar ki, qızıl əskər cəbhədən qayıdıb arvadını başqasının qucağında görər. Bir iş də olub, vallah bir də olmaz. Mən də sirəm olmasın. Bax, elə ona görə də Cəbrail qayıtmayacaq, vəssalam. Bütün çətinliklərə, sürgünə və haqsızlıqlara baxmayaraq, Məmməd Rza Şeyxsamanov Azərbaycan mədəniyyətində silinməz iz qoyur. Böyük sənətkar 1984-cü ildə Bakıda vəfat edir. Amma onun yaratdığı obrazlar və keşməkeşli həyat hekayəsi bu gün də yaşayır. Belə hekayələrin davamı üçün kanala abunə olmağı unutmayın.